Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Bu gözəl yaz günündə hər birinizi xoş gördük. Yağışlı, yağmurlu, küləkli gündə düşünürəm ki, bir saat ərzində evlərinizə istilik gətirəcəyik. Beləliklə, bugünkü mövzumuzu nəzərinizə çatdıraq. Mövzumuz sənin güzəşt hüququn. Ekran qarşısında hamilə və azyaşlı övladı olan işləyən analar. Əmək münasibətləri haqqında danışılır ümumiyyətlə bugünkü verilişimizdə və ona uyğun olaraq da təbii ki, qonaqlarımızı dəvət etmişik. Qonaqlarımız Günel xanım Baxşıyeva, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Daxili Nəzarət Şöbəsinin müdir müavini, xoş gəlmisiniz. Nigar xanım Ələsgərova, Azərbaycan-Türkiyə İşbirliyi İdarə Heyətinin üzvü, ictimai xadim, xoş gördük sizi. Və bizim musiqili qonağımız Leyla xanım Rəhimova, xoş gəlmisiniz. Xoş gəldiniz. Hər birinizi xoş gördük. Artıq mövzumuz bəllidir. Belə deyək, qadınların hüququndan hardasa dolayısıyla danışmağı düşünürük bugünkü verilişimizdə. Və güzəşt hüququ dedikdə ümumiyyətlə nə nəzərdə tutulur? Buyurun. Mən də salamlayıram hər birinizi. Ekran qarşısından bizi izləyən hər kəsi salamlayıram. Bugün qadınların əmək hüquqlarından danışacağıq biz. Eyni zamanda əmək hüquqları ilə bağlı əmək qanunvericiliyində nəzərdə tutulmuş, qeyd etdiyiniz güzəştlərdən danışacağıq. Azərbaycan Respublikasının əmək qanunvericiliyi həqiqətən də qadınlara münasibətdə, daha doğrusu hamilə və azyaşlı uşağı olan qadınlara münasibətdə çox humanist yanaşır həqiqətən də. Biz indi söhbət əsnasında qeyd edəcəyik bəzi müddəaları, hansı ki bu qadınlara belə deyək, qanunvericilik deyir ki, əmək qanunvericiliyi deyir ki, ayrı seçkilik qadağandır. Hər bir halda cinsindən asılı olmayaraq hüquqlar bərabərdir. Amma qadınlara nəzərdə tutulan güzəştlər ayrı seçkilik hesab edilmir. Nə kimi? Məsəl üçün, hansı şərtlərə əsasən qadınların hüququ və güzəştləri bir qədər fərqlidir? Hüquq qeyd etdiyimiz kimi hər kəsdə eynidir bir vətəndaş olaraq, Azərbaycan vətəndaşı olaraq. Bu güzəştlər haqqında gəlin biraz danışaq. Buyurun. Təşəkkür edirəm çox maraqlı bir mövzuya toxunduğunuz üçün. Ümumilikdə mən düşünürəm ki, digər qonağımız bu qanuni hüquqi tərəflərini məndən daha yaxşı izah edə bilər, çünki bu sahənin mütəxəssisidir. Amma ümumən qanunvericilikdə ana olmağa hazırlaşan və ana olmuş qadınlarla bağlı müxtəlif güzəştlər var. Bura da aiddir deməli hamiləlik dövründəki əməkdaşa yanaşma məsələləri, eyni zamanda ana olduqdan sonra müxtəlif məzuniyyətlər, icazələr və bununla bağlı iş saatının qısaldılması və s. kimi məqamlar var. Mən daha çox cəmiyyətin içərisindən gələn bir insan olaraq və həmçinin mən həm də sahibkarlıq fəaliyyəti ilə məşğulam və proseslərin içərisində ana olmağa hazırlaşan, ana olan xanımların məsələlərinlə bağlı, yəni real vəziyyət əslində necədir, onunla bağlı bəzi məqamlara toxunmaq istəyirəm. Doğrudur ki, qanunvericilik heç bir ayrı seçkilik qoymur və qeyd elədiyimiz kimi də ana olmağa hazırlaşan və ana olmuş xanımlar üçün də müxtəlif güzəştlər var. Biz daha çox reallığa baxmalıyıq. Bugün iş verənlər, işə qəbul edən şəxslər bu prosesə necə yanaşır? Təbii ki, yaxşı və yaxşı olmayan nümunələr var. Bəzən olur ki, xüsusilə də sahibkarlıq özəl sektorda, hansı ki, onların fəaliyyəti daha çox, belə deyək, əməkdaşların şirkətə qatdığı dəyərlə ölçülür. Yəni, onların fəaliyyətindən asılıdır şirkətin də ayaqda qalması. Bu məqamlarda bəzən olur ki, bir mənalı yanaşma olmur. Çünki bilirsiniz... Bəylər buna necə münasibət göstərirlər sizcə? Ümumiyyətcə, nəinki bəylər, o cümlədən sahibkar xanımlarda da biz bəzən bunu görürük. Əgər qadın ana olmağa hazırlaşırsa, təbii ki, bu analığa hazırlaşan dönəmdə qadının müxtəlif qarmonal bədəndə dəyişikliklər baş verir, özünü yaxşı hiss etməmə məsələləri olur, bəlkə işə əvvəlki qədər fokuslana bilməmə halları olur ki, bu çox təbiidir. Təbii ki, bu prosesdə iş verən qadın və ya kişi olmasına asılı olmayaraq ki, qadınlar bəzən daha anlayışlı qarşılayırlar bu məsələni. Təbii ki, bəzən bu problemli işçi obrazına düşür o qadın. Və yaxud uşaqlıdırsa, uşağın xəstələnməyi var, qayğıları var, bəzən ananın fikri evdə qalır və s. Bu məsələlərdə də adətən bu, belə deyək də, əgər evladı varsa, bunun fokusu artıq dağınıqdır, əvvəlki kimi verimli olmaya bilər və belə bir yanaşmalar var. Ümumiyyətcə, bilirsiniz, qanunvericiliyimizdə də bu nəzərdə tutulur, beynəlxalq standartlarda da bu var ki, işə qəbul edərkən bu kimi
kimi sualları vermək olmaz. Ana olmağa mı hazırlaşır və yaxud evladı varmı, körpə yaşlısı varmı? Çünki onun Əfsər olsun ki, belə suallar verilir. Əlbəttə ki, verilir. Və ümumiyyətlə ailə həyatı qurmağa hazırlaşan xanımları bir mənalı qəbul etmirlər. Çünki burada bəzi məsələlər olacaq, sonra hamiləlik, sonra övlad dünyaya gələcək. Bu ayrı seçkilik deyək, yoxsa ki, gələcək görmək bacarığı, bilməm, nə ilə bağlıdır bu? Yəni, bunu bir mənalı şəkildə yalnız onu deyə bilərik ki, bu haqsızlıqdır. Çünki bəzi məqamlarda xanımlar nəyisə gizlətmək məcburiyyətində qalırlar ki, onları işə götürsünlər. Ana olmaq çox müqəddəs bir hadisədir və gələcəyimiz əslində bununla bağlıdır. Ancaq ana olmaq qadınlar üçün maneə olmamalıdır. Nə onun karyerasında, nə fərdi inkişafında, nə peşəkar həyatında maneə olmamalıdır və bunun üçün də cəmiyyətimizin çox ciddi maariflənməyə ehtiyacı var. Yəni ki, biz irəliləyən dəqiqələrdə də bu haqda danışacağıq. Burada bir neçə vacib məqam var. Birinci, dövlət dəstəyi, qanunvericilikdə bununla bağlı sərt, lazım gəldiyində tətbiqlər özünü göstərməlidir. Eyni zamanda maarifləndirmə çox önəmlidir. Çünki ana olmağa hazırlaşan və ya ana olmuş qadına hansısa güzəştlər və onun iş həyatında ona dəstək sədəqə deyil, cəmiyyət üçün ciddi yatırımdır. Bunu biz belə anlamalıyıq. Və digər məsələ prosesin özündə də, iş həyatının özündə də əgər hansısa sahibkar və yaxud qurum analığa hazırlaşan və yaxud yenicə ana olmuş xanımı əməkdaş olaraq saxlayırsa, onun iş mühitində də müəyyən toxunuşlar etməlidir ki, o paralel həm analığını, həm peşəkar həyatını davam etdirə bilsin. Bəs məhsuldarlığa mane olur? Məsələn, hamiləlik dövrü, ondan sonraki dövr. Baxın, mən verilişə gəlməmişdən öncə də qarşıma məqsəd qoymuşdum ki, çox səmimi danışacağam. Çünki bu çox həssas mövzudur. Mənim də 18 aylıq ikiz qızlarım var, balaca. Çox sağ olun. 3 qız evladım var, böyük qızım tələbədir. Və bu dönəm əlbəttə ki, bu məhsuldarlığa təsir edir. Baxmayaraq ki, mən sahibkaram, öz işimlə məşğulam və s. Ancaq mənim üzərimdə onlarla insanın məsuliyyəti var, ayın sonu əmək haqqısı var, şirkətin ayaqda qalma məsələləri var və s. Buna rəğmən bu mane olur. Mən əvvəlki qədər istədiyim saatda gedib iş yerimə çata bilmirəm, məcbur bəzən işdən tez çıxmalı oluram, ürəyim qalır onların yanındakı, onların bəlli bir mərhələsi, dönəmi var, mən o dönəmi çox onlarla görə bilmirəm və s. Əlbəttə ki, bu təsir edir. Ancaq iş verənlər anlamalıdırlar ki, bu təbii bir prosesdir və bu dönəmdə anaya dəstək olmaq vacibdir. Və bugün hər kəs şanslı deyil ki, o evladına dayə tuta bilsin və yaxud anası, bacısı kimsə ona kömək edə bilsin və s. Belə olanda da, yəni bu imkanlar olmadıqda da daha acınacaqlı olur vəziyyət. Amma qadın da işləməlidir, qadın da karyerasını inkişaf etdirməlidir və bəzən bu sadəcə qadının, belə deyək də, karyera və fərdi inkişafından bağlı deyil. Bəzən qadın məcburdur ailəni saxlaya bilmək üçün. Bəzən də xanımlar bu məqamlara görə ya karyeranı qurban verirlər, ya da tam əksinə övlad dünyaya gətirib karyera görə övlad qurban verirlər deyə düşünürəm. Çünki bəzi məqamlar olur ki, insan seçim qarşısında qalır. Ya dünyaya övlad gətirməlidir, sözün əsl mənasında valideyn ana olmalıdır, ya da ki, karyerasını seçməlidir. İkisini bir yerdə idarə etmək, ikisini bir yerdə saxlayıb qızıl ortanı tapmaq bir qədər gəlizdir. Çünki əgər ana dünyaya övlad gətiribsə, o hər zaman siz dediyiniz kimi düşünür ki, uşağım nə idi, nə etdi, yanında dayı olmuş olsa belə, yaxınları, əzizləri olsa, ürəyi qalır övladın yanında. Bu da bayaq qeyd etdiyim kimi iş prosesinə hardasa mane olur. Bəzən bəzi xanımlar hətta işdə oturub ağlaya da bilirlər ki, övladımı evdə qoymuşam. Bu biraz aşırı məsuliyyətdən irəli gəlir və biraz qadınların, xanımların həssas dönəmi olduğuna görə belə yanaşırlar. Biz bunu bəs necə qoruyub saxlayaq, necə xanımlarımıza yardım edək, necə xanımları maarifləndirək. Bəzi psixoloji durumlar da var. Ona görə bəzən də psixoloqa müraciət etmək də mütləqdir. Bəs ümumiyyətlə bizi izləyən indi xanımlarımıza nə tövsiyə edərdik? Ümumiyyətcə mən bir məlumatı xüsusilə vurğulayım ki,
ana olan və ana olmayan qadının gücü və empatisi arasında dünyalar qədər fərq var. İnsan ana olanda bu elmi olaraq da sübut olunubdur. Həm psixoloji olaraq, həm fiziki olaraq onun bədənində elə bir Allahın yaradılışından elə bir funksiyalar baş verir ki, fikir verin, əgər uşaq bir yerdən yıxılmaq istəyirsə, ana olan qadın daha çevik onu qoruya bilir, nəinki ana olmamış qadın. Bu yaradılışdandır. Allah insana belə bir güc verir. Bəzən olur ki, yenə də şəxsi misal çəkə bilərəm ki, günlərlə 2-3 saatdan çox yuxu yata bilmirəm. Məsəl üçün, hansısa bir, belə deyək də, evdə kişi və yaxud ana olmamış qadın bu prosesi uzun müddət davam etdirərsə, o bir bioloji çöküş yaşayır, xəstələnir, immuniteti aşağı düşür və s. O ki, qala ki, əlavə məsuliyyətlər və s. Yəni, ana olmaq insana həqiqətən də məsuliyyət, bir öhdəlik verməklə yanaşı ciddi bir güc verir. Yaradılışdan bu belədir. Və ona görə də əgər qadın qarşısına məqsəd qoyursa, qadın çox güclü varlıqdır və qadın istədiyi, əgər bir şeyi qarşısına məqsəd qoyub bunu ürəkdən istəyirsə, mütləq buna çata bilir. Və istəyirsə ki, həm analığını, həm karyerasını paralelində davam etdirsin, bu mümkündür. Amma qızıl ortanı tapmaq çox çətindir. Ölkədə keçirilən forumların birində çox dəyər verdiyim ekspertlərdən biri danışırdı. Bəzən kitablar, sosial mediada çox çıxır qarşımıza, bunu edin, filan şey planlaşdırın, qızıl ortanı belə saxlayın. Çox çətindir. Bəzi məqamlar olur, bəzi aylar, bəzi həftələr, günlər olur ki, daha ağırlıqlı işə fokusluyuq. Mən bunu şəxsimdə də görürəm. Bəzi anlar olur ki, evlada fokusluyuq. Bu, həmən anki emosional vəziyyətdən, situasiyadan, durumdan çox asılıdır. Bəzən olur ki, mən işdə o qədər işimə dalıram və baxıram ki, saat 7-dir, heç mənim uşaqlar yadıma düşməyib. Bəzi anlar olur ki... Siz vicdan əzabı çəkirsiniz, olur. Çünki xanımlarda lazımsız vicdan əzabı olur bəzən. Özünü suçlamaq, günahkarlıq hissi olur və siz çox gözəl vurğuladınız ki, mütləq, mən bayaq da onu qeyd eləmək istirdim ki, dövlət qurumlarında da, özəl müəssisələrdə də bu hallarda ana olmağa hazırlaşan və yeni ana olmuş qadınlar üçün mütləq psixoloji dəstək xidməti olmalıdır. Bu, bəzən yersiz, belə deyək də, suçluluq, günahkarlıq duyğusudur, yersiz vicdan əzabıdır. Evdar xanımlarımızın əsla xətrinə dəymək istəmərəm. Mənim anam da evdar qadındır, Allah bütün anaları qorusun. Belə deyək də, güya biz evdə oturanda bütün günü uşaqla ünsiyyətdə mi oluruq? Olmuruq. Yəni, ev qayğılarından əslində evdar qadın olmaq ən ağır işləmək deməkdir. Yəni, adı olmayan, bəzən də dəyərsizləşdiririk biz bu prosesi. Güya ki, bütün gün evladın yanında olub, ondan ünsiyyət qurub, onun başını tumarlayırıq. Yox, eynilə səhər yedizdirir, yemək vaxtları və yatmaq vaxtları və s. Əksinə, işləyən analar keyfiyyətli vaxt keçirmək lazımdır. O vicdanlılıq hissindən dolayı daha özünü məsuliyyətli hesab edir ki, mütləq ondan oynayım, mütləq ondan söhbət edim, axşam yatarkən mütləq bir şeyləri paylaşım. Çünki o günahkarlığı hiss edir ki, mən gün ərzində az görürəm evladımı və s. Burada əlbəttə psixoloji dəstək çox vacibdir və maksimum çalışmaq lazımdır ki, bu qızıl orta qorunsun. Biz bu hüquqi tərəfdən güzəştlərdən danışırıq. Yalnız ailə üzvləri arasında da insanlar bir-birinə güzəşt etməyi bacarmalıdırlar. Xüsusilə bəylər xanımlarını bəzi məqamlarda güzəşt etməlidirlər ki, onlar anadılar və xanımlar daha həssas olduqlarına görə həm övlada qarşı, həm də ümumiyyətlə digər insanlara qarşı biraz yanaşma tərzləri onların başqadır. Amma əfsuslar olsun ki, bütün bəylər elə deyil. Təbii ki, burada hər kəsə bunu şamil etmirik. Çox anlayışlı bəylərimiz də var. Ona görə xanımlara qarşı bir qədər həssaslıqla yanaşmaq lazımdır ki, hər bir dönəmi birlikdə əgər insan keçirsə, həm güclü olur, həm psixoloji tərəfdən, həm fiziki tərəfdən. Çünki bəzi məqamlarda psixoloji tərəfdən insanda problem yarandıqda o fiziki xəstəliklərə gətirib çıxardır. Psixosomatik xəstəliklər də olur. Ona görə hər zaman xanımlarımızın yanında olaq və dəstək verək. Leyla xanım, ümumiyyətlə güzəştlər haqqında danışırıq, xanımlara güzəşt cəmiyyətimizdə, ailə üzvlərimiz arasında və ümumiyyətlə bizim indi ekran qarşısında izləyən xanımlarımız var. Bu güzəşt haqqında siz nə deyə bilərsiniz? Yəni, bu aşırı güzəşt edilir xanımlara, əgər bəylərin dili ilə desək. Bu yarı zarafat, yarı gerçək. Bəzi bəylər deyir ki, nə üçün xanımlar məzuniyyətə çıxırlar hamiləlikdən sonra, nə üçün xanımlara hər hansı bir güzəştlər olunur, bizə olunmur. Yəni, buna münasibətinizi söyləməzdən öncə saç düzümünüz haqqında demək istəyirəm ki, çox yaraşıb sizə. Çox sağ olun. Çox fərqlisiniz bugün, çox gözəlsiniz. Təşəkkür edirəm.
güzəştdir. Yəni deyirsiniz ki, bəylər şikayət Bəli, edir. bəli. Amma mən deməzdim aşırı güzəşt olunur xanımlara. Bəylər elə düşünür. Bəylər elə düşünə Bəylər bilər. elə düşünür. Mən Bizə görə danışsam- olmur. Yox, aşırı əslində olmur. Bəlkə də az olur hətta mən belə düşünərdim. Mən belə düşünürəm. Qadın kişilərin yerinə danışa bilmərəm. Məncə qadınlar kişilərə daha çox elə bir güzəştə Qadın gedirlər. çox funksionaldır da. Yəni kişilər hansı güzəşti gözləyirlər. Şübhəsiz onların həyatımızdakı Onların gözləntiləri yerini tanımaq sonsuz. olmaz. Yəni, Yəni hə, olun, onu amma deyirəm. qadın çox funksionaldır. Yəni qadın həm anadır, həm həyat yoldaşıdır, həm evladdır, həm çalışır, həm bacıdır. Yəni axı kişilərdə bu qədər çox şaxəli deyil, bir neçə funksiyadır və adətən qadınlar onların yükünü alır. Yəni cəmiyyətimizdə reallıq budur. Və bütün yüklərdən ümumiyyətlə azad olmaq üçün, sakitlik üçün, biraz xoş ab-hava yaratmaq üçün nə etmək lazımdır? Biz musiqi dinləyirik. Musiqi dinləyirik və Leyla xanımdan da musiqi rica edirik. Tamam. O belalı bakışlara, hayatımı bağışlara, her şeyi baştan başlara. Gel ömrümün heyecanı,
Körpələr Nestajin üçü nəyə görə xoşdur? Onunla mənim qarnım rahat çalışır. İmmunitetmə də xoş gəlir. Yüksək keyfiyyət və sərfəli qiymətinə görə analar Nestajin 3-ü seçir. Nestajin 3. Laktobakteriya və prebiotiklərlə tərkibində palma yağı yoxdur. Xoşbəxt böyümək üçün nə lazımdır? Nestajin 3. Xoşbəxtlik uşağın qarnından başlayır. Oynamağa hər an vaxt ayırmaq olar. Kinder sürpriz ilə məktəbdən qayıdış belə əyləncəli dərsə çevriləcək. Kinder sürpriz, sürprizlər aləmi ilə tanış olun. Möcüzəli qapı ardında gözləyir məni dadlı qida. Felix. Dişi olmaq çox gözəldir. Molfix ana qucağından ilhamlanaraq artıq 25 ildir körpələri xoşbəxt edir. Pambıq kimi yumşaq toxuması və 3 qat daha sürətli hopdurucu kanalları ilə körpənizi həmişə rahat hiss etdirir. Molfix ana qucağı kimi rahat. Sən maksimum dadı 0 şəkəri seçirsən və birdən özünü ulduz kimi hiss edirsən, anama salamlar. Şəkəri yoxdur, amma sevəni çoxdur. Hə, elədir. Həm dadlıdır, həm də sərinləşdirir. Bu sadəcə Pepsi Zero'dur, amma dadı epikdir. Pepsi Zero Sugar, epik seçim. Mən çıxıram. Tələsməyə bilərsən. Dostlar, fasilə. Harda olursunuzsa olun, dostlarınızla fasilə üçün əla mühit yaradın. Sadəcə Xrustim bar kolleksiyası açın. Steak və qara biber dadlı yeni Xrustim. Dostlarla əla vaxt keçirmək üçün axtardığım budur. Dadlı yeməkdən sonra mədəndə narahatlıq hiss edirsən, Activianısına. O rahat həzmə kömək edir. Axı bu təbii bio yoğurtun tərkibində Actiribularis probiotikləri var. Activia, rahat həzm üçün dadlı həll. Carte Noir təqdim edir. White Coffee, zərif zövqanı və incə dadı. İçkinin qaymaqlı şirinliyindən həzz alın. Carte Noir White Coffee, həzzin incə dadı. Mən fərqli ola bilərəm, tonum isə mükəmməl olmalıdır. Infallible Tonal Kremi L'Oreal Paris'dən təzə ton, qüsursuz örtmə, təbii parıltı, qalıcıdır hər şəraitdə. 32 saat. Mükəmməllik, sən buna layiqsən. Dolğun ətirli və zərif dadlı Nescafe Gold fincanı. Hər dildə danışar. Hər cür sükutu doldurar. Bir fincan qəhvədən daha dəyərli. Fərqi də elə bundadır. Reklamlardan sonra yenə də biz qayıtdıq. Bugünkü verilişimiz düşünürəm ki, yenə də çox maraqlıdır. Qadınlardan danışırıq, xanımlara olan güzəştlərdən danışırıq cəmiyyətimizdə və bu necə qəbul olunur və hansı güzəştlərə görə bəylər xanımlarımızı bəzən paxıllıqla qarşılayırlar və bu haqda danışanda qonaqlarımızın üzündə təbəssüm yaranır. Bu bir həqiqətdir. Çünki bəylər də müəyyən vəziyyətdən sonra məzuniyyətə çıxan xanımlarını qınayırlar. Bəs müəyyən üçün, nə üçün yox? Avropa və digər ölkələrə baxdıqda, səhv etmirəmsə, Amerikada da var. Orada atalıq məzuniyyəti də var. Əslində mən müzakirəmizin davamı olaraq qeyd etmək istərdim ki, bizim milli qanunvericiliyimizdə eyni zamanda qeyd etdiyiniz beynəlxalq qanunvericilikdə qadını yox, analığı mühafizə edir. Bizim ratifikasiya etdiyimiz konvensiya var, analığın mühafizəsi haqqında konvensiya. Yəni, biz diqqət eləsək, maddələrimizə də baxsaq əmək məcəlləsində, müəyyən yaş kateqoriya uşaqları nəzərə alaraq hamilə, yaş yarımadək, 1 yaşına dək, 3 yaşına dək, 14 yaşına dək hər uşaq yaşını nəzərə alaraq müəyyən güzəştlər nəzərdə tutur. Və həmin güzəştlərə biz məsələn vaxtımızın dəyərləndirilməsindən danışdıq, qadınlar daha çox uşaqların qayğısına qalır. Əslində bu belə deyək, valideynlərin vəzifəsidir. Valideynlər övladların qayğısına qalmaq valideynlərin borcudur. Amma biraz analar daha həssasdır qeyd etdiyimiz kimi və ona görə də qanunvericilik zaten bu güzəştləri nəzərdə tutur. Məsələn biz əgər kişilər belə deyək, istənilən
insan yaxınlaşanda iş yerinə, işə götürən istəsə, sınaq müddəti müəyyən edə bilər həmin şəxslər üçün. Amma hamilə və 3 yaşına uşağı olan qadınlara bu sınaq müddəti nəzərdə tutulmuyub bu qanunvericilikdə. Və yaxud da ki, bilirsiniz də, bu təhsil sahəsində sertifikatlaşdırma məsələsi var, praktiki tibb və əczaçılıq sahəsində sertifikasiya məsələsi var və yaxud da ki, digər işlərində attestasiyasının keçirilməsi məsələsi var. Bunlarda qadınlara, hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlara və belə deyək, 3 yaşına çatmamış sosial məzuniyyətdə olacaq. İndi mən ona barəsində də məlumat verərəm. Sosial məzuniyyətdə olub geri qayıdandan sonra 1 il ərzində həmin qadınların sertifikasiyası, attestasiyası keçirilməsi də qadağandır. Eyni zamanda bunlarla yanaşı qeyd etdiyiniz məzuniyyət məsələsi var. Bugün biz analıq məzuniyyəti yoxdur qanunvericilikdə. Yəni ona görə atalıq məzuniyyəti, analıq məzuniyyəti anlayışı yoxdur. Məcəllədə nəzərdə tutulan sosial məzuniyyətdir. Hansı ki, bundan elə təkcə analar deyil, belə deyək, kişilər də, atalar da istifadə edə bilirlər. İlkin hamiləliyə doğuşa görə məzuniyyət ayrıdır. Sosial məzuniyyətin bir növüdür. Hamiləliyə doğuşa görə məzuniyyət, belə deyək, hamilə qadınların tibbi rəy əsasında, xəstəlik vərəqəsi əsasında 126 günlük bir müddətdir ki, 56 gün hamiləlik zamanı, yəni doğuşdan sonra da 70 gün əlavə olunmaqla 126 təqvim günü ödənişli məzuniyyətdən istifadə hüququ var. Bununla yanaşı, bu biraz belə deyək, doğuş çətin olduqda və yaxud 2 və daha çox uşaq doğulursa, əkiz xanımın əkiz uşaqları var, Allah saxlasın. Məsələn, xanım istifadə edəndə bundan 140 təqvim günüdür həmin məzuniyyətin müddəti və eyni zamanda kənd təsərrüfatı sahəsində çalışan xanımlarda da bu sahənin, ərazinin, işin çətinliyi nəzərə alınaraq bu sosial məzuniyyətin müddəti artırılmışdır. Bu qadınlara aiddir, hamilə və belə deyək, yeni doğuş həyata keçirmiş qadınlara aiddir. Amma sizin o digər dediyiniz atalıq məzuniyyəti ilə bağlı məsələ isə qismən ödənişli sosial məzuniyyət deyə bir anlayış var qanunvericilikdə. Bu sırf uşağın, 3 yaşınadək olan uşağın qayğısına qalmaqla bağlı qanunvericiliyin... Yəni qayğısına ata qaldıqda ata məzuniyyəti çıxır o zaman. Bəli. Nə gözəl. Ata, nənə, baba, belə deyək, uşağın qayğısına bilavasitə kim qalırsa, həmin şəxsin həmin məzuniyyətdən istifadə etmək hüququ var. Yalnız onu sübut etməlidir ata. Bəlkə ana işsizdir, zaten evdədir. Ata işləyirsə, o məzuniyyət götürüb 3 il ərzində evdə ola bilər. Ona görə qanunvericilikdə belə bir cümlə gedir ki, bilavasitə qayğısına qalan. Yəni uşağın adətən, ona görə adətən xanımlar istifadə edirlər. Adətən uşağın bilavasitə qayğısına qalan ana olur. Mən bayaq qeyd etdiyim konvensiya var, analığın mühafizəsi haqqında konvensiya. Biz onu ratifikasiya eləmişik 2010-cu ildə. Həmin konvensiyaya görə bu mütləq dövr var, 6 həftəlik bir mütləq dövr var. Biz danışırıq reproduktiv dövrüdür qadının. Yəni o dövr qadın üçün, uşaq üçün çox vacib olan dövrdür. Hansı ki, fizioloji vəziyyəti, səhhəti təkcə ananın deyil də, belə deyə, həm də uşağın eyni zamanda nəzərə alınır. Uşağın anaya bağlılıq məsələsi həmin dövrdə belə deyə ortaya çıxır. Ona görə adətən bu məzuniyyət müddətlərindən qadınlar istifadə edirlər. Amma qanunvericidə kişilərə də icazə verir bundan istifadə etməyi. Bununla yanaşı, məsələn, digər məzuniyyətlər də var da, deyirik qadınlara uşaqlarına görə, uşaq sayına uyğun olaraq əsas məzuniyyət var. Bizim əmək məzuniyyətindən istifadə edirik, əsas məzuniyyət və əlavə hissəsi var ona. Əlavə olaraq, məsələn, 2 uşağı varsa, 14 yaşınadək 2 əlavə məzuniyyət günü verilir. 3 və daha çox uşağı varsa 5 əlavə məzuniyyət günü verilir. Bu atalara artıq şamil olunmur, belə deyək. Bu sırf analara aid olan məsələdir, qadınlara aid olan məsələdir. Bununla yanaşı, belə deyək, qadın hamiləliyə doğuşa görə məzuniyyətdə olduğu dövrdə kişilərin də belə deyə həmin dövrdə ödənişsiz məzuniyyət götürmə hüquqları var. Yəni 12 günlük bir müddətdə bundan kişilər də istifadə edə bilirlər. Şərti olaraq atalıq məzuniyyəti deyilir el arasında, amma atalıq məzuniyyəti adı ilə deyil, sırf ödənişsiz məzuniyyət. Çox qəliz məsələdir əslində. Biz cəmiyyət olaraq bu haqda nə üçün maariflənməmişik? Bu haqda heç bir biliyimiz yoxdur. Siz deyəndə mən bu çox təəccübləndim. Ən azı ətrafdan kimdənsə bu haqda bir məlumat eşidə bilərdim. Eşitmişdiniz siz Leyla xanım? Ekran qarşısında olan izləyicilərimiz eşitdi. Maarifləndirdik. Ona görə atalar da biz ona atalıq məzuniyyəti deyək. Atalıq məzuniyyətinə çıxıb evdə uşaqlarına baxa bilərlər. Nə gözəl, çox sevindirici haldır. Ümumiyyətlə, qadına verilən dəyər cəmiyyətə verilən bir dəyərdir, böyük bir dəyərdir. Bunu qiymətləndirmək lazımdır təbii ki. Bayaq Leyla xanım dedi, bəlkə də azdır, mən də dedim, bəlkə az da bizə verilən güzəştdə, yox, elə deyil. Xanıma ümumiyyətlə bizim cəmiyyətdə hər zaman üstünlük verilib, dəyər verilib, hörmət görüb xanımlar. Yəni bunu da biz alqışlayırıq bəylərimiz tərəfindən. Hər zaman bəylərimiz tərəfindən qorunmuşuq. Yəni bu bütün cəmiyyətlərdə belə deyil. Yəni hər zaman biz efir vasitəsilə bəylərimiz haqqında danışırıq, mənfi rəylərimizi bəzən bildiririk, amma gəlin yaxşı tərəflərini də danışaq.
Ona görə yaxşı tərəfini danışaq ki, insanların daha da yaxşı olsunlar. Xanımlarımıza verilən dəyəri biz hər zaman geri veririk, qaytarırıq, aynalayırıq ümumiyyətlə bizə verilən hər hansı bir münasibəti, dəyəri və yaxud da dəyərsiz hiss etdikdə özümüzü ürəyim lap doludur. İstədim onu bir nəfəsdə söyləyim efir vasitəsilə. Ona görə biz hər zaman xanımların dəyərini bilən bəylərimizə buradan təşəkkürümüzü bildiririk. Hər zaman da belə qalsınlar, daha da yaxşı olsunlar. Çünki xanımlar verilən dəyəri heç bir zaman itirmirlər. Güzəşt çox gözəl bir şeydir. Biz bunu hüquqi müstəvidən danışdıq ki, necə güzəşt verilir, hansı güzəştlər var analara, hamilə xanımlara. Ümumi götürsək biz bu haqda məlumatımız var idi. Yəni dolayısıyla var idi. Bəlkə də ətrafımızda ana olan rəfiqələrimiz çoxdur, özümüz anayıq. Yalnız işləməyən analarımız, evdar xanımlarımız var ki, hansı ki bu güzəştlərdən təbii ki istifadə edə bilmirlər. Çünki işləmirlər, heç bir zaman işləməyiblər. Yalnız hansı güzəştlər var işləməyən xanımlar üçün? Yəni hansı mənada hansı güzəştlər var aydınlaşdırmaq üçün? Siz hüquqi müstəvidən danışdınız. Bəli. Hər hansı bir güzəştlər var. Misal üçün, anadır, az yaşlı bir körpəsi var, hər hansı bir yerə səyahət etmək istəyir. Ona bir üstünlük verilir, bilet alınmaqda yox verilmir. Və yaxud da növbədə durub anaya güzəşt verilir. Bununla bağlı demək istərdim ki, Azərbaycan Respublikası Konstitusiyasında bərabərlik hüququ deyə bir anlayış var. Yəni bütün insanlar, Azərbaycan Respublikası vətəndaşları bərabərdir. Amma verirlər axı. Mən istədim onu siz təsdiqləyəsiniz. Biz hər zaman qucağında övladı olan anaya hər zaman güzəşt etmişik. İnsan olaraq, bəli, bizim həqiqətən də cəmiyyətimizdə bugün anaya, qadına və qeyd etdiyim, bayaq dediyim kimi anaya daha çox. Yəni çünki ana, siz dediyiniz kimi qucağında bir körpə uşağı olan ana görəndə hər birimiz istər-istəməz yerimizi verilməsi mümkündürsə sıramızdan çıxıb həmin xanıma veririk sıramızı. Bu da bizim cəmiyyətimizin məncə insanların gözəlliyindən, insanların ruhunun gözəlliyindən əlaqəli olan bir şeydir məncə. Mən bilet məsələsini qeyd etdim. Çünki bir məqam olmuşdur ki, biz dost-tanışlarımız arasında səyahət etmək istəyəndə demək bilet bitirdi, Türkiyə səyahətindən danışıram və yeni dünyaya gətirən, övlad dünyaya gətirən bir ana var idi. Elə oldu ki, ən sonda o dedi və nəticə etibarilə o getməməli idi. Digər xanımlardan biri ona güzəşt etdi və öz, belə deyim də, yerini ona vermiş oldu. Ona görə bu cəmiyyətin məncə gözəlliyindən irəli gəlir, insanların gözəlliyindən və anlayışından irəli gəlir. Yəni cəmiyyətimizdə nə qədər gözəl insanlar olsa, bir o qədər hər birimiz də xoşbəxt olarıq. Bu bir dəyərdir də, bizim anaya verdiyimiz dəyərdir. Ona görə biz çalışmalıyıq ki, nə gözəl ki, hansısa xanım öz yerini və elə bir kritik bir anda olan bir yerinə anaya güzəştə gedib və bunu qorumaq lazımdır həqiqətən. Çox sevindiricidir. Biz başqa ölkələrdə də görürük. Əlbəttə ki, müxtəlif ölkələrdə də bu və bənzər dəyərlər qorunur, amma bu bizdə həqiqətən yüksək səviyyədədir və bunu təbliğ etmək lazımdır. Və bir də mən bayaq xanım qeyd elədiyi bu məzuniyyətlərlə bağlı və siz də çox gözəl vurğuladınız ki, bizdə o mövzu ilə bağlı maarifləndirmə işi biraz zəifdir. Ona görə sizə də çox təşəkkür edirəm. Əslində televiziyalarımızda, elə dövlət qurumlarımızda müxtəlif bu dəqiqə hansısa bir məlumatı yaymaq çox asandır. Çünki sosial şəbəkələr var, müxtəlif o şəbəkələrin geniş kütləsi olan istifadəçiləri var və s. Yəni səfərbər olub bu mövzuları da təbliğ etmək lazımdır. Yəni atalarımız da atalıq məzuniyyəti dediyimiz, sosial məzuniyyət dediyimiz deyəsən, bu məsələdə də yəni maariflənməlidirlər. Nə qədər çox bilgi olarsa, əlbəttə ki, iş verən də ya qadındır, ya kişidir. Onlar nə qədər məlumatlı olarsa, bu kimi məsələlərə də daha tolerant yanaşa bilərlər. Mən əlavə olaraq qeyd etmək istəyirəm. Əslində Dövlət Əmək Müfəttişliyi xidməti olaraq biz həm işə götürənlərlə, həm belə deyək müxtəlif ictimai birliklərlə birgə maarifləndirmə tədbirləri keçiririk, videoroliklərimizi paylaşırıq. Bacardığımız qədər belə deyək maarifləndirmə tədbiri insanları məlumatlandırmağa çalışırıq. Eyni zamanda bu gün dövlət orqanları həqiqətən də əl çatandır. Yəni bu gün istənilən sosial şəbəkələrdən, istənilən belə deyək saytdan müraciət edərək bizdə dost mərkəzləri var. Dost mərkəzlərinə yaxınlaşıb müraciət edərək bizə belə deyim
hüquqları barədə məlumat almaq üçün müraciət edə bilərlər və kifayət qədər də var deyim sizə, yəni əmək qanunvericiliyinin tətbiqi ilə bağlı sırf qadınların, belə də bütün qadınların deyil, hamilə və müəyyən yaş kateqoriyasında uşağı olan qadınların hüquqları barədə məlumat almağa çalışırlar. Yəni müəyyən dövrdə müqayisədə götürsək, həqiqətən də insanlarımız maariflidirlər və bizdə belə maarifləndirmə tədbirləri mütəmadi olaraq keçirilir, davam etdirilir və belə proqramlarda da çıxıb həqiqətən də bunları danışmaq bizə də xoşdur. Dəvətiniz üçün də buna görə təşəkkür edirik. Biz təşəkkür edirik qəbul etdiniz dəvətimizi. Ümumiyyətlə biz hər zaman çalışırıq ki, müəyyən və müxtəlif mövzularda insanları maarifləndirək və həm öz hüquqlarını bilsinlər, həm də ki, problemin hər yolunda nə edə biləcəklərini bilsinlər və anlayışları olsun. Leyla xanım, bir güzəşt olunub sizə həyatda? Mənə? Düşündünüz? Əlbəttə, mənim sahəm başqadır, yəni bizim musiqi olunur əlbəttə ki, bizdə çox olunur. Misal üçün, nəsə yadınıza gəlir ki, siz xanım olduğunuza görə sizin nəsə güzəşt olunur? Amma düz yadımdan çıxıb, amma bilirəm ki, olub elə bir şeylər olub, çox olub hətta. Çox olub. Çox olub, çox olduğuna görə unutmuşsunuz. Az olsaydı unutmazdınız. Az olsaydı unutmazdım. Az yaşlı uşaqları analar bağçaya qoyurlar və bəzən gözü yaşlı vəziyyətdə məcburiyyət qarşısında bağçaya qoyub özləri işə gedirlər. Sonra da problemlər yaranır. İşdən görüntülü izləyirlər, sonra müəllimlərlə danışırlar, sonra problem yaranır. Nədən? Bəzi məqamlar olur ki, uşaq bağçada qalmır və ağlayır. Mütəmadi olaraq ağlayır və problem yaradır anaya. Ana işdən icazə alıb gedə bilmir. Ananın belə bir hüququ var ümumiyyətlə? Əslində, yaş yarımadakı uşağı olan qadınlar üçün uşağın yedizdirilməsi ilə bağlı qanunvericilikdə müddəa nəzərdə tutulubdur. Yəni, belə deyək, 3 saatdan bir, 30 dəqiqədən az olmamaqla qadınlara vaxt verilir ki, həmin o yaş yarımadakı uşağı olan qadınlar uşaqlarını yedizdirsinlər. Və deyilə bilər ki, ola bilər bağça uzaqdadır. Mən təfərrüatı ilə danışdım, tam aydın olsun məsələ. Məsələn, həmin o müddət, belə deyək də, yarım saatları, müddətləri birləşdirib, ya günün sonunda, ya günün əvvəlində və yaxud da nahar fasiləsi zamanı xanımlar istifadə edə bilərlər. Yəni, naharlarına birləşdirib, belə deyək, müddətləri çox olsun deyə birləşdirib istifadə edə bilərlər. Və bu da dediyiniz o bəzi problemləri həqiqətən də aradan qaldırmağa kömək edir. Çünki bugün həmin yaş kateqoriyasında olan uşaqların ağlamasının çox böyük səbəbi ya anaya bağlılıq və yaxud da, belə deyək, yeməyinin emosional dəstək ala bilməməsindən bağlı olur bəzən. Sizdə necədir bəs vəziyyət? Ümumiyyətlə, mən bu məsələyə bir fikir bildirim və mütləq öz vəziyyətimlə bağlı da nümunə deyim. Azərbaycanda ana-evlad münasibətləri də çox təəssüf ki, bəzən toksikdir. Ana hədsiz dərəcədə evladına ya bağlıdır, dediyiniz o çox üzr istəyirəm. Yəni əgər kimsə bu dinləyicilərimizdən, efir qarşısında olanlardan kimsə bundan incəyərsə, bəzən bu isterik münasibətlər olur və bundan həm ana, həm uşaq əziyyət çəkir və gələcəkdə də uşağın fərd kimi, şəxsiyyət kimi formalaşmasına bu maneə olur. Mən ümumiyyətcə 3 yaşa qədər uşağın uşaq bağçasına getməyini doğru hesab etmirəm. Çünki mən özüm psixoloji sahədə bir işim var. Bu sahədə çox mütəxəssislərlə ünsiyyətdə oluram. 3 yaşına qədər uşağın anaya ehtiyacı var. Ana işləyirsə, nənəyə ehtiyacı var. Yəni, dayə ilə yanaşı doğma bir insana ehtiyacı var ki, ona təmənnasız və səmimi sevgisini ifadə edə bilsin. Çünki hətta dayə ilə böyüyən uşaqlarla müqayisə etdikdə valideynin, ana ilə, nənə ilə böyüyən uşaqlar arasında çox fərq var. Özgüvənlərində xüsusilə fərq var, uşaqların özünü realizə etməsində fərq var. Çünki biz sevgi göstəririk və ya göstərmirik, bunu fiziki olaraq bəlkə görünür bu kənardan və ya yox, amma uşaq ona edilən hər bir, belə deyək də, münasibəti hiss edir. Yəni, o qədər dərindən hiss edir ki, o onun beyinsəl formalaşması üçün də ciddi təsir göstərir və sabah şəxsiyyət kimi də formalaşmasına təsir göstərir. Ona görə 3 yaşa qədər əgər analar məcburdurlarsa uşaqlarını uşaq bağçalarına verməyə, mütləq onlara bir xüsusi yanaşma sərgiləməlidirlər. Sırf uşaqlar öz dəyərləri üzərində. Çünki zaman-zaman biz böyüyürük, baxırıq ki, komplekslərimiz var, özümüzü dəyərsiz hiss edirik. Bu, gələcəkdə bütün münasibətlərimizə təsir edir və onun kökü məhz o körpəliyə gəlib çıxa bilir. Ümumiyyətlə, xanımlarla işləmək çətindir?
Ümumiyyətcə xanımlarla işləmək çətindir. Yəni burada hamımız xanımıq. Gəlin etiraf edək. Yəni nə ilə bağlı? Kaprizləri ilə bağlı, yoxsa istəkləri daha çoxdur? Bağlı, duyğularla bağlı. qadınlarımızı bir çox hallarda və bir çox belə deyək də situasiyalarda duyğuları idarə etdiyi üçün qadınlar çox ağırlıqdır. Emosional varlıqdılar və duyğuları onlara daha çox təsir göstərdiyinə görə eyni anda çox hadisəni düşünüb və çox proseslə məşğul ola bildiklərinə görə beyinsəl və fiziki olaraq ona görə əlbəttə qadınlarla işləmək çətindir və burada təbii ki ego məsələləri də var. Mən özüm də bir sırf qadınlarla olan bir qurumda çalışmışam. Hal-hazırda əməkdaşlarımın 90% qadınlardır. Özüm qadınam və realist olaraq reallığı qəbul edirəm, özümlə bağlıdır. Ona görə bu çətindir, amma qadın inkişaf edərsə cəmiyyət inkişaf edər. Qadın peşəkarlaşarsa, peşəkar mühitdə biz arzuladığımız nəticələrə çata bilirik. Baxaq inkişaf eləmiş ölkələrə bu bərabər getməlidir. Yəni təbii ki, kişilərin həyatımızdakı üstünlüyü bir başqadır. Bu yaradılışdandır. Mən heç bir zaman deməmişəm ki, qadınla kişi bərabərdir. Deyirlər. Yaradılışdan bu iki varlıq fərqlidir. Amma bərabər imkanlar yaradılmalıdırmı? Sujet gedir, biz sujeti yaradılmalıdır, bəli. Bu haqda bir məlumat verərdiniz izləyicilərimizə? Bu mənim ictimai fəaliyyətimlə bağlı olan bir video çarxdır. Mən 10-12 ilə yaxın gənclər sektorunda fəaliyyət göstərmişəm və bu fəaliyyətin müddətində də ölkədə gənclər siyasətin qurulmasında yaxından iştirak etmişəm, dövlət proqramının hazırlanmasında gənclər təşkilatlarla bərabər iştirak etmişik və buradakı fəaliyyətin bir dönəm deməli kiçik və orta biznes subyektlər və klublar assosiasiyasının idarə heyətinin sədri olmuşam və bu 4 il müddətində kiçik və orta sahibkarlığın inkişafı istiqamətində çalışmışıq. Həm yerli, həm beynəlxalq layihələr həyata keçirmişik və təvazökarlıqdan uzaq olmasın, əminliklə deyə bilərəm ki, bu 4 il müddətində ciddi bir yol qət etmişik və sahibkarlıq sahəsində biznes klubların inkişafında, assosiasiyaların formalaşmasında ciddi bir təsirimiz olub. Yəni özümüzlə bərabər də sektoru inkişaf etdirməyə müəyyən mənada nail olmuşuq. Uğurlarınız hər bir zaman bol olsun. Təşəkkür edirəm. Xanımlar nə qədər cəmiyyətimizdə olsa da cəmiyyətimizin inkişafına yol açacaq, gətirib çıxaracaq və gənc xanımlarımız, biz də bugünkü verilişimizi xanımlarımıza həsr etdiyimizə görə xanımlarımız haqqında danışmaq istəyirəm ki, daha özgüvənləri olması üçün nə isə etsinlər. Çünki hər birimiz müxtəlif ailələrdə böyümüşük və müxtəlif psixoloji durumlarla bəzən də rastlaşmışıq, travmalar almışıq və bunun da öhdəsindən gəlmək üçün bəzən psixoloqlara müraciət etməli olsaq belə etməmişik. Çünki indi müasir dövrdə psixoloqlara müraciət etmək adi normal hal alıb. Yalnız bir 10 il, 15 il bundan öncəyə baxdıqda insan düşünürdü ki, mənim heç bir psixoloji problemim yoxdursa, mən heç bir zaman psixoloqa müraciət etməyəcəm. Bir sözlə, əgər hər hansı bir qorxunuz, hər hansı bir probleminiz, özgüvəniniz aşağıdırsa, o zaman mütəxəssisə müraciət edin və öz ayaqlarınızın üstündə hər zaman durmağı bacarın, hüquqlarınızı mütləq qorumağı bacarın və hüquqlarınızı bilin. İnsan əgər hüquqlarını bilsə, yəni düşünürəm ki, heç bir problemlə rastlaşmayacaq. Əgər problemlə rastlaşsa belə, o problemin öhdəsindən gəlməyi bacaracaq. Və əgər qadın, xanım güclüdürsə, o güclü bir övlad böyüdəcək və yenə də cəmiyyətimizdə güclü insanlar olacaq. Yenə də hər bir şey gəlir xanıma dayanır. Ona görə biz güclü olmalıyıq. Yalnız bir sözlə heç sevmirəm ki, sən güclü olmağa məcbursan. Yəni, neysə insanı məcbur etmək olmaz. Yəni, xanım bəzən deyir ki, heç kəsə möhtac deyiləm, heç kəsə ehtiyacım yoxdur, hər şeyi özüm edərəm, özüm bacararam. Belə də olmaq lazım deyil. Əlbəttə. Bayaq siz gözəl vurğuladınız ki, xanımlarla bəylər eyni deyirlər. Biz heç bir zaman eyni ola bilmərik. Xanımların hər bir zaman bəylərə hər hansı bir mənada ehtiyacı ola bilər və bəzən xanımlar özlərini güclü göstərməyə çalışırlar. Yəni o da müəyyən problemlərə gətirib çıxardır. Və inanın ki, bu güclü göstərməyə çalışma, belə deyək, ənənəsi və yaxud dəbə gələn bu anlayış həm çox ciddi şəkildə Azərbaycanda ailə institutunu korlayır, həm qadınlarımız, qadın hər şeydən öncə qadındır
və onun tamamlanması üçün onun tərəf müqabilinə ehtiyacı var və bu nə qədər güclü olursa olsun, həyatında hər şey tamamlanmış qadınlarımız var ki, onların şəxsi münasibətləri qaydasında deyilsə, ya ailə həyatı qurmayıbsa, ya öz tərəf müqabilini doğru seçməyibsə, o milyonlarla pul olsa da, yaxşı evladlar yetişdirmiş olsa da belə həmişə o yarımçılığı hiss edəcəkdir. Çünki yaradılışdan bu belədir. Yəni bu təbiətin, bu yaradılışın qanunudur. Bizim mütləq bir tərəf müqabilimiz olmalıdır və biz onunla tamamlanmış olmalıyıq. Ona görə də bu zorla belə deyək də güclü olmaq obrazını özünə sırmaq və yaxud mən güclüyəmsə heç bir halda bu öz qadın zəif deyil, qadın zərif məxluqdur və hər bir insan kişi, qadın da fərqi yoxdur. Həyatın müəyyən mərhələsində güclü də dayana bilər, zəif də ola bilər, zəif də hiss edə bilər və bu günah deyil, bu qəbahət deyil. Sadəcə biz özümüzü yaxşı tanımalıyıq. Ümumiyyətcə insanın ən vacib məsələsi, ən vacib həyatında yol aldığı istiqamətdə ən vacib məqam özünü tanımağıdır. Öz potensialını olduğu kimi dəyərləndirə bilməlidir. Hər bir insan istedadlıdır. Hər bir insanın hər hansı bir yöndə potensialı var, onu üzə çıxarmaq lazımdır. Məsəl üçün Leyla xanımın gözəl mahnı oxumaq bacarığı var və hər zaman da bizə gəlir gözəl mahnıları ilə bizə hədiyyə edir. Gözümden eylisen, neden gileylisən, neden gileylisən yar? Ne deyərlər bizə, gələndə üz-üzə, danışmırsan, dinmirsən yar. Ala gözlüm, gülər üzlüm, şirin sözlümdən bəri bax, insaf eylə, bundan belə daha məndən düşmə uzaq. Ala gözlüm, şirin sözlüm, gülər üzlümdən bəri bax, insaf eylə, bundan belə daha məndən düşmə uzaq. Qəlbimin parasısan, dərdimin çarasısan, gözümün qarasısan yar. Arzumsan, diləyimsən, həmişə gərəyimsən, döyünən ürəyimsən yar. Qəlbimin parasısan, dərdimin çarasısan, gözümün qarasısan yar. Arzumsan, diləyimsən, həmişə gərəyimsən, döyünən ürəyimsən yar. Nədir bu qədər naz, sevgi belə olmaz, danışmırsan, dinmirsən yar. Nədir bu qədər naz, sevgi belə olmaz, danışmırsan, gülmürsən yar. Könlüm olmaz aram, seni arzularam, seni arzularam yar. İnan mənə inan, sözümdə yox yalan, sözümdə yox yalan. Ala gözlüm, şirin sözlüm, gülər üzlümdən bəri bax, insaf eylə, bundan belə daha məndən düşmə uzaq. Ala gözlüm, şirin sözlüm, gülər üzlümdən bəri bax, insaf eylə, bundan belə daha məndən düşmə uzaq. Qəlbimin
nedir bu qədər naz? Sevgi belə olmaz. Danışmırsan, gülmürsən yar. Danışmırsan, gülmürsən yar. Danışmırsan, gülmürsən yar. Körpələr Nestagen üçün nəyə görə xoşlayır? Onunla mənim qarnım rahat çalışır. İmmunitetime də xoş gəlir. Yüksək keyfiyyət və sərfəli qiymətinə görə analar Nestagen 3-ü seçir. Nestagen 3. Laktobakteriya və prebiotiklərdə. Tərkibində palma yağı yoxdur. Xoşbəxt böyümək üçün nə lazımdır? Nestagen 3. Xoşbəxtlik uşağın qarnından başlayır. Mənzili indi al. Tezliklə təhvil al. City Garden Nərimanovda ən qısa zamanda təhvil alacağınız tam təmirli premium mənzillər satışda. City Garden'ın günü-gündən dəyərlənən mənzilləri həm yaşamaq üçün, həm investisiya üçün uğurlu seçimdir. Vaxt itirmə. Ulduz 1544-ə zəng et. Hazır mənzilini tezliklə təhvil al. Mənzil sayı məhduddur. Hər gözəl gün Jacobs Coffee ilə başlayır. Həyatın dadından həzz al. Molfix ana qucağından ilhamlanaraq artıq 25 ildir körpələri xoşbəxt edir. Pambıq kimi yumşaq toxuması və 3 qat daha sürətli hopdurucu kanalları ilə körpənizi həmişə rahat hiss etdirir. Molfix ana qucağı kimi rahat. Pişiyinizin qayğısına qalmaq ömürlük məsuliyyətdir. Mükəmməlləşdirilmiş Purina One qidası ilə dəyişikliyi 21 günə görə bilərsiniz. Əla iştah və yüksək enerji sağlam həzm üçün bağırsaq mikroflorasını yaxşılaşdırır. Işıldayan tük örtüyü və parlaq gözlər. Purina One 21 günlük sınağı yoxla. Saçımın rəngi parlaqdır. İşartı kimi. Necə edim ki solmasın? L'Oreal Paris'ten Elsef rəng eksperti. Qırmızı piyonlu formul saçları əhatə edərək rəngin parlaqlığını 10 həftəyə dək saxlayır. Ultrabənövşəyi şüalardan və solğunluqdan qoruyur. Saç rəngini uzun müddət parlaq saxla. Elsef rəng eksperti. L'Oreal Paris'ten. Çünki siz buna layiqsiz. Nestle Xrutka təqdim edir. Hər səhər evimiz altı üstü. Nə yaxşı ki məndə Nestle'dən Xrutka var. Nestle Xrutka. Sevinclə xırçıldayırıq. Yaxşı qidalanırıq. Bütün diş macunları eyni deyil. Yeni Colgate Total bir çox ağız boşluğu probleminin səbəbinə qarşı yeni aktiv müdafiə sistemi sayəsində 3 dəfə daha səmərəli mübarizə aparır. İstifadəçilərin 100%-nin ağız boşluğu daha sağlam oldu. Yeni Colgate Total aktiv müdafiə problemlər başlamadan qarşısını almağa kömək edir. Möcüzəli qapı ardında gözləyir məni dadlı qida. Felix. Dişi olmaq çox gözəllik. Dadlı yeməkdən sonra mədəndə narahatlıq hiss edirsən, Activia'nı sına. O rahat həzmə kömək edir. Axı bu təbii bio yoğurtun tərkibində Actiregularis probiotikləri var. Activia, rahat həzm üçün dadlı həll. Nescafe Cappuccino və Latte'ni dad, inanılmaz zərif köpüklə. Elə ləzzətlidir ki, anında paylaşmaq istəyirsən. Nescafe Cappuccino, əhvalını paylaş. O xəbərsiz gəlib hamını qorxudur. Allergiya xüsusi diqqət tələb edir. Suprastin, allergiya simptomlarının sürətli və effektiv müalicəsi. Həm uşaqlar, həm də valideynlər üçün. Beləliklə yenə də reklamlar bitdi, yenə də bizim müzakirəmiz davam edirdi. Biz ümumiyyətlə reklamlarda qonaqlarımızla hər zaman danışmağı sevirik və maraqlı burada söhbətlərimiz olur. İstərdim ki, o söhbətlərimizi
efirə biraz izləyicilərimizə çatdıraq ki, biz bəylərimiz haqqında ümumiyyətlə bugünkü verilişimizi bir qədər də dolayısıyla bəylərə də həsr etmiş olduq. Eləcə də siz bayaq nə dediniz? Səmimi olaraq hər bir şeyi burada da söyləyə bilərsiniz. Bəli. Bilirsiniz, Azərbaycan Respublikasının Əmək Qanunvericiliyində qadınların əmək hüquqları, əmək münasibətlərində qadınların fəaliyyəti ilə bağlı ayrıca bir fəsil var. Və həmin fəsillərdə qadınlara nəzərdə tutulan bayaqdan danışdığımız güzəştlər, belə deyək, qadınların bütün əmək hüquqları orada öz əksini tapır. Və həmin fəsildə belə bir müddəa var. Biz indi qadınlardan danışdıq, qadınların güzəştlərdən danışdıq, kişilərdən danışmaq lazımdır. Düzdür, deyirik, qadın və kişilərin əmək hüquqları bərabərdir zaten. Gender bərabərliyi haqqında qanunumuzda var. Amma bundan əlavə uşaqlarını anasız böyüdən, müəyyən səbəbdən uşaqlarını anasız böyüdən atalarımız var, kişilərimiz var ki, hansı ki onların da əmək məcəlləsində bizim bayaqdan sadaladığımız o güzəşt hüquqları onlara da şamil olunur. Yəni bugün əmək qanunvericiliyi qadınların, hamilə və 3 yaşında uşağı olan qadınların əmək müqaviləsində işə götürən tərəfindən xitam verilməsinə icazə vermir. Yəni xitamın belə deyək də qadağan olunduğu, işə götürən tərəfindən 70-ci maddə ilə qadağan olunduğu müddəadır. Və bu hal, məsələn, kişilərdə də eyni müddəalar şamil olunur. Hansı ki, bütün həmin fəsildə nəzərdə tutulan güzəştlər qadınlara və kişilərə də şamil olunur. Eyni zamanda bizim toxunmadığımız digər hallar, məsələn, uşaq övladlığa götürən qadınlar var. Həmin qadınların da bu güzəştlərdən, hüquqlardan istifadə etmək hüququ var. Digər bundan əlavə biz belə deyək, danışdıq, sizin bayaq müzakirə... Kişilər tərifləmək istədik əslində. Lazımdır tərifləmək? Əlbəttə lazımdır. Mən istəməzdim, amma buyurun. Əlbəttə bu yarı zarafat, yarı gerçək, bəzən olur ki, bizim belə müzakirəmiz olur. Əlbəttə yaxşı insan hər yerdə yaxşıdır. Bunun qadını, kişisi, bəyi, xanımı yoxdur təbii ki. Ümumiyyətlə xanımlar hər bir zaman bəylərini şikayət edirlər bizim cəmiyyətimizdə. Amma bu belə deyil. Çünki xanımların bəzən gözləntiləri çox olduğuna görə və emosional varlıq olduqlarına görə bir qədər hər bir şeyə problemlə yanaşırlar. Ona görə də bəylərimizi bəzi şeydə qınayırlar, bəzi şeydə onların yanlışını daha da çox böyüdürlər. Əlbəttə ki, yaxşı atalarımız var, yaxşı övladına atalıq eləyən kişilərimiz, bəylərimiz də var. Onlara da hər bir zaman cəmiyyətimizin çox ehtiyacı var. Ümumiyyətlə, bəylər çox mühafizəkar olduğuna görə ailə qurumuna da çox önəm verirlər. Ailə onlar üçün çox önəmlidir. Həyat yoldaşı, övladları, yəni münasibət necə olmuş olsa belə hər bir zaman ailəni birlikdə qoruyub saxlamağı bacaran, mən deyərdim ki, bəydir, xanım deyil. Çünki bəzən olur ki, biz deyirik ki, xanımdır, xanımın üzərinə düşür hər bir şey. Yalnız belə deyil. Qarşılıqlıdır əslində. Qarşılıqlı olur, yalnız mən düşünürəm ki, bəylərdən çox şey asılıdır. Bəylər bəzən olur ki, evdə o qədər gözəl münasibət göstərir ki, xanımlarına. Yalnız kənarda bu insanı gördükdə düşünərsən ki, bu çox soyuqqanlıdır, ailədə münasibətləri pisdir. Yalnız ailə içinə girdikdə görürsən ki, heç nə də göründüyü kimi deyil. Yenə də düşünürəm ki, hər bir şey bəydən asılıdır və ailə çox önəmlidir, ailə müqəddəsdir. Ailəni hər bir zaman qorumaq lazımdır və ona görə də bəylər, xanımlar hər bir zaman birlikdə olun. Çünki ailəni əgər insan birlikdə yaradırsa, əgər dünyaya övlad gətirirsə, bu övladı birlikdə böyütmək hər bir kəsin borcudur. Düzdür, bəzi məqamlar var ki, münaqişələr olur, problemlər olur, ailə dağılır. Biz ondan danışmırıq. Bugün bütöv ailədən danışırıq və güzəştlərdən danışırıq. Çox doğru vurğuladınız ki, insan insandır, cinsindən asılı olmayaraq müsbət və mənfi keyfiyyətlər hər iki cinsə aiddir. Ümumiyyətcə, ailə çox qəliz, eyni zamanda çox məsuliyyətli bir strukturdur. Burada tərəflər arasında fədakarlıq, güzəştə getmək, bir-birini anlamağa çalışmaq, anlamaq çox vacib məqamdır. Amma əlbəttə ki, çox doğru qeyd elədiniz ki, bəzən qadın el dilində bir misal var, deyir, odalar özünü yandırar, belə bir nənələrimizin dediyi bir misal var. Həqiqətən, bəzən qadın nə qədər fədakarlıq etsə də, nə qədər ailəni qorumağa çalışsa da, əgər bu kişi tərəfindən qiymətləndirilmirsə, dəyərləndirilmirsə, bunu qorumaq çətin olur. Və yaxud da ki, elə mənfi xüsusiyyətlər olur ki, heç bir halda bunu bağışlamaq olmur və yaxud ailənin davamlılığı
qadınlığını sürdürmək olmur və yaxud da ki, biz keçmiş dönəmlərdə bunu çox görmüşük. Təbii ki, mən bunu dəstəkləmirəm, amma ki, nənələrimizdən, daha yaşlı nəsildən görmüşük ki, qadın özünü fəda edir. Bir şəxsiyyətini bir kənara qoyur və çox ağır xəssiyyətli, bəlkə də ona dəyməyəcək güzəştləri edərək ailəni qorumağa çalışır. Amma əlbəttə ki, yəni şübhəsiz bu heç müzakirə mövzusu deyil ki, kişilərin önəmi qadının həyatında çox önəmlidir, ailənin qorunmasında çox önəmlidir. Mən şəxsən öz həyatımda da deyə bilərəm ki, əlbəttə, əgər mənim həyat yoldaşım müəyyən mənalarda mənə güzəştə getməsə, bayaq Leyla xanıma da soruşdunuz, yəni güzəştlər olmasa, biz, yəni belə deyək də, çox belə ürəklə deyirik, güclü olmaq, bacarmaq, istəsək bunu edərik, amma mütləq bu dəstək olmalıdır. Ailə üzvləri, xüsusilə insan həyat yoldaşı, insana bu mövzuda dəstək olmağa çalışmalıdır, dəstək olmalıdır. Əgər qadına bu mövzuda dəstək olmursa, bu demək deyil ki, o istədiklərinə çatmayacaq, hədəflərinə varmayacaq, amma bu yol daha əziyyətli olacaq. Daha asan və daha belə deyək, zövqlü bir yolculuq olması üçün bu məsələdə qadının, həyat yoldaşının, atasının, qardaşının ona dəstəyi çox vacibdir. Və əgər qadın bunu hiss edirsə, həqiqətən də addımları daha möhkəmdir. Mən yəni İlk biznesimi, ilk işimi 23 yaşımda qurmuşam və çox məhdud imkanlarla bu yola başlamışam. Amma hər zaman atam yanımda olub, bərabər getmişik, dövlət qurumlarına, hansısa müəssisədə ofis kirayə eləmək lazımdır və s. Onun varlığını yanımda hiss etmişəm. Yəni bəylərin dəstəyi ilk növbədə evdə atadan başlayır, sonra həyat yoldaşı. Əlbəttə dost insanın həyatında olmalıdır. Bəzən olur ki, elə kişilər, elə bəylər olur ki, həyatımızda bir dost kimi bizim yanımızda olurlar. Onlar haqqında da istərdim ki, burada vurğulayım. Ümumiyyətlə, bəy hər bir xanımın həyatında olmalıdır. Bəzən feminist xanımlar olur, düşünürlər ki, biz hər şeyi özümüz edə bilərik. Bu belə deyil. Hər bir xanımın həyatında olmalıdır bir bəy, bir əks cinsin nümayəndəsi. Leyla xanım sanki nəsə demək istəyirdi. Leyla xanıma sual verdikdə, Leyla xanım sanki cavab vermək istəmir. Sadəcə olaraq o bayaq dediyinizin əksi də olur. Hansı? Dediniz, yəni baxırsan ki, yəni ciddidir, yəni başqa bir xasiyyətdədir, amma evdə, ailədə başqa tamamilə başqa, yəni yaxşı olur. Amma onun əksi də olur. Yəni ictimaiyyətdə narsist insanlar adətən elə olurlar. Çünki cəmiyyətdə özlərini başqa cür göstərirlər, sevilməyə möhtac olduqlarına görə bunlarda empatiya hissi olmur. Ona görə siz dediyiniz məqamlar da olur. Ailə üzvlərinə pis davranırlar, övladlarına hətta belə həyat yoldaşlarına, yalnız cəmiyyətdə dost-tanış içində o qədər yaxşı, o qədər mehriban olurlar ki, insan düşünə bilmir ki, bu ailədə belədir və nəticə itibarilə boşanma vəziyyəti gəlib çatanda ətraf təəccüblənir ki, elə insanda necə boşanmaq olar? Mən onu demək istirdim bayaqdan ona görə. Ümumiyyətlə, hər kəsin mənfi və müsbət tərəfləri var. İdeal insan yoxdur. Nə ideal xanım var, nə ideal bəy var. İnsanları deyirlər ki, olduğu kimi qəbul etmək lazımdır. Bu dolayısıyla həqiqətdir. Birbaşa həqiqətdir. Çünki bəzən olur ki, insan belə deyim, xəyanətkardır. Onu necə olduğu kimi qəbul edək? Onu qəbul etmək olmur. İnsanı dəyişmək də olmadığına görə o insandan üz çevirmək lazımdır. Və yaxud da ki, şiddətə hər zaman məruz qoyur insanı. Bilirsiniz də, bunların da psixoloji səbəbləri var. Həm xəyanət, həm şiddətə meyillilik, birbaşa psixoloji məqamları var. Onların uşaqlıqda, düzdür, bu travma sözünü... Xəyanət, misal üçün, nə ilə bağlıdır? Düzdür, bizim biraz haşiyə çıxırıq mövzumuzdan. Mən psixoloq deyiləm, amma dediyim kimi də işim bu sahədə olduğuna görə, şəxsi biznesim bu sahədə olduğuna görə bilirəm. Bizim bir mütəxəssisimiz var, bununla bağlı çox danışır. Çox qəribədir ki, əslində xəyanət edən kişilərin böyük əksəriyyətinin anası ilə bağlı münasibətlərində problem yaşanır, natamamlıq yaşanır və ailə qurduqdan sonra da bəzən kişilər deyir ki, mən bu səni sevirəm, amma eyni zamanda xəyanət edirəm. Burada sevgidən söhbət getmir, belə bir məqam yoxdur. Burada başqa toksik, səbəbi bəlirli olmayan hisslər bəsləyir qarşı cinsə və yenə də istədiyi
emosional tamamlığı ala bilmədiyinə görə davamlı olaraq başqa qadınlara üz tutma kimi bir hallar yaşanır. Dediyim kimi kökündə çox ciddi ana ilə bağlı münasibət durur, özünü təqdim etmə, öz dəyər komplekslərlə bağlı məsələlər durur. Dəyərsizlik məsələsi var və hər belə deyək də xəyanət etdiyi dönəmdə qarşı tərəfdən aldığı xoş söz və yaxud özünə sübut etmək məsələləri var ki, bu xəyanətin başında dayanır və özünü təsdiqləmək istəyir dolayısıyla. Bəli, bunun psixoloji səbəbləri var. Bu bir xəstəlikdir əslində. Yəni bəlkə psixoloqlar buna razılaşmaya bilər. Mən düşünürəm ki, bu bir psixoloji nasazlıqdır. Ona görə də bunun həlli var və biz hal-hazırda bizim mərkəzdə də bir ailə institutunun qorunması ilə bağlı deməli bir proqram üzərində çalışırıq. İnkişaf etmiş ölkələrdə artıq uzun illərdir ki, bu var. Ailələrin psixoloqları var, mentorları var. Türklər demiş, danışmanları var və bəzən cütlüklər o həmin mütəxəssis qarşısında elə bir mövzuları müzakirə edirlər ki, insanlar 10-15 ildir bir yerdə yaşayır və bir-birlərinin o tərəfini heç vaxt görməyiblər. Və bu mövzuda danışmağı bir-birlərinə belə deyək də, ya utanıblar bu mövzuda danışmaq, ya heç ağıllarına gəlməyib ki, əslində onların arasındakı münasibətdəki pozğunluq, yəni pozulmuş münasibətin səbəb əslində çox kiçik bir məqamdır və yaxud da ki, kiçik görünən, amma altında çox böyük duyğusal yəni hər bir şeyin çarəsi var. Əsas odur ki, ailə psixoloquna müraciət edib ailəni qoruyub saxlamağı bacarsınlar. Xəyanətə yox deyirik buradan. Mütləq yox deyirik və bunun həlli var. Mütləq peşəkarlara müraciət etmək lazım. Təşəkkür edirəm. Həlli olmasa da bitirmək lazımdır. Təşəkkür edirəm hər birinizə. Elə özümə də təşəkkürümü buradan bildirirəm. Bizim vaxtımız sona çatdı. Bir daha minnətdaram sizə gəldiniz, vaxt ayırdınız və xanımlara öz hüquqlarını burada da bəlkə də biraz xatırlatdıq və güzəştlər haqqında məlumat verdik. Leyla xanım, sizə də təşəkkür edirəm. Siz indi gözəl ifanız olacaq və mən də geyimə görə təşəkkürümü bildirmək istəyirəm Lazy Bakı mağazasına. Hər zaman gözəl libasları ilə, gözəl geyimləri ilə məni xoşbəxt edir, belə deyək. Və sizinlə də indi sağollaşırıq dəyərli izləyicilərimiz. Leyla xanımın ifasında gözəl bir mahnı səsləndikdən sonra. Bizim vaxtımız çox az idi, mənə dedilər. Ona görə dedim ki, mən tez yekunlaşdırım. Məlum oldu ki, bizim yenə vaxtımız var. İndi nə edək? Sağollaşaq. Sağollaşırıq. Bir daha təşəkkürümü bildirirəm sizə. Çox sağ olun. Buyurun Leyla xanım.
kəfənləri ilə